Haqqımda deyilənlər yalandır. Bir toyu 4 saat necə fonoqram oxumaq olar? Bu sözləri dəvət aldığı toyda məclis sahibi ilə qalmaqal yaşayan müğənni Kəmalə Günəşli deyib. O iddiaları rədd edərək hadisəni belə şərh edib. Xəbəri işıqlandıranlar elə başlıqlar yazır ki, 4 saat bir toyu necə fonoqram oxumaq olar? Həll elədi. Heç kim heç kəsə şikayətçi deyil. Hər şey öz qaydasındadır. Orada biraz pul söhbəti olmuşdu. Sonra toy sahibi ilə biz danışdıq. Yoluna qoyduq hər şeyi. Mən yarım saatlıq toylarda fonoqram ifa edirəm. Gərək mənim 1000 dənə mahnım olsun ki, bütün toyu fonoqram oxuya bilim. Burada məsələ fonoqram üstündə olmayıb. Belə bir söhbət yoxdur. Toyu başdan ayağa qədər canlı oxumuşam. Toyda heç kimə bakal atmamışam. Hamısı yalandı. Başqa məsələ üstündə anlaşılmazlıq olub və onu da artıq yoluna qoymuşuq. Mənə görə narahat olanlar çox sağ olun, hər şey yaxşıdır. Nə həbs var, nə məhkəmə var. İzahatımı yazıb çıxmışam. Kim ki pis günümə sevinir, yaxşı oldu deyir, onlar hər şeyi səhv bilir. Mən yalan danışa bilərəm. Dava olub aramızda söz-söhbət olub. Amma o da sağ olsun, o da anlayışlı xanımdır. Mən də elə həmçinin danışdıq, yoluna qoyduq.